Bu dəfə istəyirəm məni biraz yaxından tanıyasınız. Tanışlıq videomuz olsun. Mən Naxçıvanda doğulmuşam. 1 yaşımda ailəmiz Rusiyaya köçür və 7 yaşıma kimi orada yaşayıram. Məktəb yaşımıza çatanda atam qərar verir ki, ölkəyə qayıdaq. Sumqayıta köçürük. Sumqayıtdan da Bakıya köçürük. Bəli, biraz çox köçmüşük. Atamdan soruşanda ki, niyə Rusiyada yaşamadıq? Hər şey yaxşı idi. Deyirdi, istəmədim qızlarım orada təhsil alıb ailə qursunlar. Sonra bilirsiniz də qismət necə gətirdi. İndi bu da bizim ailə zarafatımız olub. Amma həyat təkcə zarafatlarla yox, rahatlıqlarla da gözəldir. Elə rahatlıq demişkən istəyirəm sizə isti su sularının ünvana pulsuz çatdırılma etdiyinin xəbərini verim. Çox rahatdır yox. Süfrənizdə hər zaman isti su suları olsun. Harda qalmışdıq? Bakıya köçdükdən sonra burada məktəbi bitirib Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olmuşam. Ailə həyatı quranda yemək hazırlamağı bacarmırdım və yeməyi qaynanam hazırlayırdı. Ayrı evə köçdükdən sonra isə məcbur yavaş-yavaş öyrəndim. Yura da sağ olsun yemək mövzusunda heç kaprizli olmayıb, ona görə hər zaman rahat olmuşam. Söhbət edə-edə yeməyi də hazırladım. Bugünlük də bu qədər. Sağ olun.